Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümmü Azerbaycanımızı bütün gürbette yaşayan kardeşleri salamlayıram. Ondan sonra bizim Pürhan çekecek mal bazarlarını, Pürhan da bütün izleyicilerimizin her birini salamlayıp, düzdür videoları hele yaktarmayıp, inşallah çekecek. Bu hayvan neçənci qarındır? Üçüncü. Balası nədir bunun? Balası erkek. Sütü ne kadardır? 9-10 litre. Kıymeti nedir? Bala 2 aylık. Yeniden bəhrini alıp? Kıymeti? Kıymeti nedir? 3500 lira. Sütü nedir? Sütü? 9-10 litre de. 9 litre. Ben o kimindir? O da benimdi, birinci karımdı. Birinci karında. Bunun balası erkek kişi. Kişi. Neçə deyirsən dayı? Birinci baladı. Neçə deyirsən? 2800'e. Sütü nedir? Bir 6-7 litre. 6 litre. Güzel. Bu neçənci karındı? Bu da 4. baladı. Dördüncü. Erkekti baladı. Bala da erkekti. Çek bir kere. Dur bir kilo öncesi yatarsın. Bala neçə aylıqdır? Bala 3 aylıktı. Yeniden bəhrini al. Bəli, 1 aylık alıptı. Aydan artık. 1 aylıq. Bunun qiyməti, sütü nədir? Bu 1-12 verir. Körpeli baktı. Gölde rahat yani 15-14 verir. Diğer 3'e verir ama. 3 minə. Ünvanımız Bərdə rayonunun Gələnə Gələnə kəndi. Xeyirli uğurlu olsun. Çok sağ ol. Biri de oradan dedim abi. Hansı? İhtiyaç olduğuna göre. Hansı? O. İhtiyaç olduğuna göre. Üçüncü güneşimiz sağ ol. Qaqa bu neçənci qarındı? 3. Erkek bala. Sütü nədir? 8-9 litre. 3 əmcəylə. Qiyməti nədir bə? Qiyməti çədir. 3 minə. Xeyirli olsun. Ağsaqqalın bax belə bir nəyi var. Bu neçənci qarındı? Üçüncü bala. 3. Balası çişi? Hə. Sütü nə qədərdir? Bu da 14 edir. 14 litre. Qiyməti? O sıfıra. 3100'e. Kardeşim bak belə bir nəyi var. Gözəl. Balası erkəkdir ha? Neçənci qarındır bu? 4. Sütü nədir? Neçə? 12-13. Qiyməti? 42'ye. Balası da ki körpə. Pazar olsun. Kardeşim bak böyle bir balası dişi olan. Neçə günlük bunun balası? 5 gün. Bu neçənci qarındı? 3. Sütü nədir belə? 10 litre. Qiyməti nədir? Qiymətini 24-ə deyirəm. 4'dan 24. 2400 manat. Son kıymet. Xeyirli olsun. Bu neçənci qarındı? 4. Balası dişi. Ne kadar işte balası bunun? Ay yarımlık. Kıymeti nedir? 2950'ye. Hayırlı olsun. Allah hayır versin. Pazar olsun. Ne var ne yok? Neçənci qarındı bu? Birinci qarın tüyə. Balası erkək kişi.
Erkek. Sütü nədir bunun? 7 litr. Qiyməti nədir? 3 milyon. Xeyirli olsun. Çəkim la. Bu neçənci qarındır? Birinci qaldı. 1. Dişi erkek balası. Erkek. Sütü nədir? Tərtəmiz 10. Tərtəmiz 10. Qiyməti nədir? 3300. 33'ə. Bəli. 1-10-1-13 qabandı yapsam. Deməli bu simin. Bunlar ana baladır qaqam. Ana bala erkek. Bu yenidən boğazlı yoxsa subay? Subay. Sağılır bir dəqiqə bu. Nə qədər sütü var bunun? 20 litr. Balası neçə aylıqdır bunun? 7. Nə yaxşı bəhrə verməmisən? Neçənci qarındı bu? Birinci. Qiyməti nədir bunun? Ana bala 6 min. Haram malıdır bu. Nə gözəl. Allah xeyirli bərəkətli eləsin. Buradan bütün görəmoydakı izləyicilərimizə salamlayırıq. Qaqa heyvanların anı? Yoxdur? Xeyirli olsun. Bu neçənci qarındır? 4. Balası o qırmızı olar ha? Sütü nədir bunun? 9. Nə gözəl. Baş üstə. Bu neçənci qarındır? 3-cü. Balası erkek deyəsən. Sütü nədir bə? 8 litr. Salam ay doktor. Bunun qiyməti nədir? 3500. Qabı qara neçəndir? Arada 3-cü balası. 3-cü balası dişidir ha? Bəli, bəli. Dişi balalı. Sütü nə qədərdir? Sütü 10 litr. Sütü 10 litr. Qiyməti nədir bə? 38'e. 3800'ə. Bu gözəl kişinin də inəyini çəkək. Balası bunun deyəsən sortdur. Təzə bəlkə Deyir ki sortdur ha. Neçə günlükdür balası? 18. 18. Və heyvan öz neçənci qarındır? 3-cü bala. Sütü nədir? Bu hardasa bir 13-14 verir. 13-14. Quru ilə yoxsa göyə çıxsa nə qədər verər? 15'dən yuxarı. Nə gözəl. Bu da balasıdır, cavan düyə. 3-cü balası. Allah. Çox rahat, çox. Qiyməti nədir? Qiyməti 4-6-ya deyirəm. 4600'ə. Öz qapı heyvanım olar. Allah xeyir versin. Bu da sənindir. Yox, qonşularım. Xeyirli olsun. O kişinin də çəkim özünə bir baxsın. Erkəkdir bunun balası deyəsən bu düyə. Düyə birinci qarnıdır bu düyə. Birinci. Balası neçə aylıqdır onun? 4 aylıq. Yəqin ki yenidən bəhrini alıb. 2 aylıq da var. Sütü nədir bunun? 6 litr. 6 litr. Ben bu birisini neçənci qarındır? Hansı? Bunun qiyməti nədir bə? Onu bilmirəm, soruş özüm. Birincinin. Onu verərəm 3800. 30. 3700. Bu neçənci qarındır gözəl kişi? 6-cı qarın. Sütü nə qədərdir?
saatların əzliyi qabarsa. Apar, mən yalan söyləyəm. Qalasına sabah 6 6 litr. litr. 6 ama bu mallar yaxşı yesə 10 verəm mallar. Belə qiyməti nədir bunun? Deyəm tək. Tək. Təkinəyə 35'e verəm, bu yandan görməm. Təkinayı 35. Allah xeyirli bazar versin. Kardeşim var belə bir camışı var. Körpəli. Erkəkli balası dişi? Erkək. Neçə gün olub balası? 15-20 gün olur. 15-20 gün. Neçənci qarındı bu? 6. Sütü nədir? 10 litr. Onda yem, güclü yem verirsən də yəqin ki. Çox. Qiyməti nədir? 35 edir. 35. Haram alıdı bu ata. Bərdə. Nə gözəl. 3500'də. 54-55. Tərtəmiz 10 litr süt. Bəli. Kim alsa yəqin şərtlə alacaq. Bəli, şərtlə də verir. Allah xeyir versin. Bu diyorlar 15 yarım. Neçə gün olub bu? Allah 5 gün. Sütü nə qədərdir bunun? 4-5 arası verir. Mən özüm görürüm. 4-5 litr verir. Qiyməti nədir be? 3200'ə. Boğaz öyle bir de bu. Satılmayan alsın. Ne bundan bana? Ben bu çelmek Bu balığın nə qədər süt verir? 4. 4? Beşə. Və bu birlər boğazdır, yoxsa? Neçədir qiymət o balığının? 2000. 2000'ə. Və bu birlər neçədir? 1800, 1700. 1800'ə, 1700'ə. Boğazdılar. Nə qədərlik boğazdılar? 2 ay kaldı. 2 ay qalıb doğmağa. Və bu birisi boğaz neçədir? Adam 1500. 1500. Doğrudan deyirsən 1500. Nə gözəl. ...37-49 axın nömrəsi deyirsiniz, oradan yani kardeşin nömrəsini verəcəm. Neçə ilə deyirsən bunları? 1200'den? Ne güzel. Erkekli dişi. Ne kadar erkekli, ne kadar dişi? 15 erkekli 5 dişi. 20 baş mı aldı? 15 erkek? 5 dişi. Ünvan Ləmbərən? Bundan Bərdə rayonu Ləmbərən kəndi. Bərdə rayonu Ləmbərən kəndi. Ne güzel. ...1200... ...1200'den. Bunlar neçə aylıqdır? Bir yaş şahidi. Bir 15-45. Xeyirli olsun. Sağ ol. Neçə ilə deyirsiniz bunları? Böyle geçse eşitli şeyler. Sən Allah neçə iləndir qiyməti? Denən də 1450 ile. 1450 ilə. 50 man. Neçə baş heyvandır burada? 50 baş, 50. 50 baş. Bəli. Nə qədər erkək, nə qədər dişidir? Bunun 40 erkekti, 10 dənəsi dişi. 40 erkək, Bəli. 10 dənəsi dişi. Bəli.
alan qazanar, alanı çalar. 100%. Bəli, bəli, bəli. Startlar da yetişib də. Bunlar neçə aylıqdır? Bunlar 2 il tamam, 2 il. 2 illikdir. Bəli. Allah xeyirli bazar versin. Sağ ol, Allah səndən razı olsun. Kete ve kete. 64, 62. Salam aleyküm, bazar olsun. Ne var ne yok? Neçəylə gözəl kişi? 22 ilə. 2200 lan. $2200'dan. Güzel bunların kıymeti bazar olsun. 2400 lira. Allah hayırlı bazar versin. Bazar olsun. Ne var ne yok? Neçəylə bunların kıymeti? 2350 ile. Aa. Bazar olsun. Neçəylə bunların kıymet? Güzel kişi. 22 yarım. 22 yarım var. Yarım var. Allah hayırlı bazar versin. Salam üstü güzel baksın. Kiminde bu mallar? Neçəylədir bunlar? Belə. Bekələr 3000'den. Yekələr 3000-dən. Və xırdalar neçəyləndir? Oradalar 26 yarım. 2650 ilə. Niyyətin bazarda alıcılıq nətərdir? Biraz zeyirçi. Yəqin isti ilə əlaqəli olur. İstəyirəm. Biri Avqustun 15'indən sonra heç bu malın biri də qalmayacaq. Yerə düşmür. Allah hər birinizin ruzu bərəkətini versin. Çox mallardır da qəşəğimizin. Hamısı almış şahdan. Bazarın olsun. Bax belə kəsimə gedən danalar. Neçə iləndir bu gün qapalı? 16 ilə qapalı. Duran buradan belə dur. Al vermə sərdim millətini. Allah hər birinizin ruzu bərəkətini versin. Qapanla 16. Faiz verəndən nə tər? Allah pazarını versin. Bugün qapandan 16 manat. Ha gələcəm, narahat ol, gələcəm.
Neçədir bu? 7 mina. Salam aleyküm. Çəkiliş gedir də ya bura. Bu cür kəsçilikdir hə? Neçə iləndir bu günləri qapanma? 16 manata yəni. Ümumiyyətlə alıcılıq nətərdir bazarda? Allah hər birinizin ruzu bərəkətini versin. Xeyirli bazar olsun inşallah. Asetirinden kalma, asettirin. Bazarın olsun. Sağ ol. Deməli dəyərli izləyicilərimiz, videomuzu yekunlaşdırırıq inşallah. Bu həftədən Pünhan dur orada. Pünhan videolarımızı çəkəcək, elə örgədirik. Gedişatın hamısını göstəririk. Xeyirli uğurlu olsun.